Salam qaranlıq sevərlər. Siz gecənin nəfəsini dinləyirsiniz. İşıqları söndürün. Salam əziz dostlarım. Mənim adım Nigardır. Səsim bəlkə titrəyir. Bəlkə danışanda boğazım düyünlənir. Amma məni qınamayın. Mən bir anayam. Övladı üçün cəhənnəmin qapısını belə təpikləyib açmağa hazır olan, onun bir damla göz yaşına görə dünyanı yandıran, amma sonunda öz dünyası yanıb külə dönən bir ana. İndi sizə danışacağım bu əhvalat bəlkə də çoxunuza uydurma, qorxulu bir film ssenarisi kimi gələcək. Bəlkə də bəziləriniz məni cahil, ağılsız adlandıracaq. Amma insan çarəsizliyinin o soyuq divarına söykənəndə məntiq, ağıl, elm hamısı bir kənara çəkilir. Yerdə qalan tək şey vəhşi bir sağ qalma instinkti olur. Quba rayonunun o sıldırım qayaları arasında buludların belə enməyə qorxduğu Yalavac kəndində başımıza gələn bu faciə mənim ruhumda sağalmaz qanayan bir yara açıb. Gəlin hər şeyi lap əvvəldən Bakının işıqlı küçələrində o qaranlıq dağ kəndinə necə düşdüyümüzdən danışım. Çünki bu faciənin toxumları elə o vaxtlar gəncliyimizin dəliliyi ilə səpilmişdi. Mən çox gənc idim. Cəmi 19 yaşım vardı. Bakıda, Sovetski tərəfdə köklü və imkanlı bir ailədə böyümüşdüm. Atamın sözü qanun idi. Anam isə onun kölgəsi. Ailəm mənim üçün parlaq bir gələcək, ali təhsil, öz səviyyəmizdə bir həyat yoldaşı xəyal edirdi. Amma ürək fərman dinləmir. Mənim ürəyim məhəlləmizin ən abara, sayılan, amma əslində mərd və qürurlu oğlanına Eldara düşmüşdü. Onun adını çəkəndə indi də burnuma o köhnə günlərin qoxusu gəlir. Eldar kasıb uşaq idi. Düzdür, gəncliyində nadinclik etmişdi. Dalaşqanlığına görə qısa müddət həbsdə yatmışdı. Hətta bir ara pis vərdişlərdə qurşanmışdı. Ailəm bunu bilirdi və ona nifrət edirdi. Atam hər dəfə o sənə layiq deyil, o səni bədbəxt edəcək, qapıma gəlsə ayaqlarını qıraram deyirdi. Amma bilmirdilər ki, Eldarın o sərt, qorxunc görünüşünün altında necə mərhəmətli bir ürək döyünürdü. O mənə görə dəyişmişdi. Pis vərdişləri atmış, namaz qılmasa da Allahını tanıyan, halal zəhmətlə işləyən birinə çevrilmişdi. Məni canından çox sevirdi. Bir dəfə yox, 5 dəfə elçi gəldi. Amma atam hər dəfə onu təhqir edib qovdu. Bir payız axşamı Eldar mənimlə görüşəndə gözlərindəki o kədəri gördüm. Əlimdən tutub dedi: "Nigar, bu belə olmayacaq. Onlar bizi heç vaxt qovuşdurmayacaqlar. Səni başqasına verəcəklər. Mən isə sənsiz yaşaya bilmərəm. Gəl qaçaq. Hara gedəcəyik Eldar?" deyə soruşdum. Ürək quş kimi çırpınırdı. Qubanın dağlarında sivilizasiyadan uzaq, buludların içində bir kənd var, Yalavac. Orada rəhmətlik babamdan qalma köhnə bir ev var. Çətindir, soyuqdur, qaz yox, su bulaqdan. Amma bizim yuvamız olar. Heç kim bizi tapmaz. Şəhər qızı idim, istiyə rahatlıqla öyrəşmişdim. Amma sevgim qorxumdan güclü gəldi. Hazıram dedim. Bir gecə hər şeyi, ailəmi, cehizmi, keçmişimi arxada qoyub Eldarla o naməlum kəndə qaçdım. Yalavac. Adı kimi özü də qəribə yer idi. Kəndə çatmaq üçün maşınla saatlarla dərə-təpə palçıqlı yollar keçdik. Kənd cəmi 30-40 evdən ibarət idi. Evlər bir-birindən uzaq qayaların üzərinə səpələnmişdi. Bizim evimiz kəndin lap kənarında meşə zolağına yaxın köhnə daş tikili idi. İlk günlər çox çətin keçdi. Divarlar nəmişlik qoxuyurdu. Gecələr çaqqal səslərinə yata bilmirdim. Amma Eldar yanımda idi. Bu mənə bəs edirdi. Bir il sonra qızımız dünyaya gəldi. Adını Aysel qoyduq. O doğulanda sanki o soyuq dağlar, o dumanlı hava işıqlandı. Bizim üçümüz, Eldar, mən və Aysel, kiçik soyuq evdə öz cənnətimizi qurduq. Kənd cəmaatı bizə biraz qəribə baxırdı. Qaçqın gəlin deyirdilər. Amma Eldarın hörmətini saxlayırdılar. İllər külək kimi keçdi. O balaca məsum Aysel böyüdü. 17 yaşına çatdı. Amma Aysel böyüdükcə bizim problemlərimiz də böyüməyə başladı. Yeniyetməlik dövrü Ayseli tamamilə dəyişdi. O saf uşaq getmiş, yerinə asi, sözə baxmayan, daim bizimlə dalaşan, narazı bir gənc gəlmişdi. Yalavac ona dar gəlirdi. Mən bu xaraba kənddə çürmək istəmirəm. Mənim yaşlılarım şəhərdə gəzir, mən isə burada inək sağıram deyib hər gün qışqırırdı. Haqlı idi bəlkə də, amma əlimizdən nə gəlirdi? Ən pisi də o idi ki, kəndin o biri başında yaşayan, hamının lənətli nəsil dediyi bir ailənin qızı.
Leyla ilə dostluq etməyə başlamışdı. Leylanın nənəsi vaxtilə cadugərliklə məşğul olubmuş. Deyirdilər ki, o ailə qaranlıq qüvvələrlə əlaqəlidir. Mən Ayseli nə qədər o qızdan uzaqlaşdırmağa çalışsam da, o gizli-gizli Leyla ilə görüşürdü. Meşəyə gedir, saatlara qayıtmırdılar. Bir gün Aysel evə gələndə üst başında qəribə paltarlar gördüm. Qapqara, üzərində mənası anlaşılmayan simvollar olan bir köynək geyinmişdi. Gözlərinin altına qara sürmə çəkmişdi. Aysel, bu nədir? Bu sifət nədir? Deyə dəhşətlə soruşdum. Üzünü çevirib, elə soyuq, elə yad bir səslə cavab verdi ki, tüklərim biz-biz oldu. Sənə nə var? İstədiyimi geyinərəm, istədiyimi edərəm. Mənim həyatıma qarışma. Səsi əvvəlki kimi incə deyildi. Sanki boğazından yox, daxilindəki dərin, qaranlıq bir quyunun dibindən gəlirdi. O günlərdə Aysel bizimlə yemək yeməyi kəsdi. Otağına qapanır, qapını kilidləyir, saatlarla çıxmırdı. Qapısının önündən keçəndə içəridən pıçıltılar, bəzən isə hıqqıltı, inilti səsləri eşidirdim. Sanki otaqda tək deyildi. Bir axşam dözmədim, Eldarla danışdım. Bu uşaq əldən gedir. Gərək ciddi danışaq dedik. Qapısını döydük, açmadı. Eldar güclə qapını açanda Ayseli yerdə, şamların ortasında oturmuş gördük. Bizi görəndə diksindi. Rəngi ağardı. Əlindəki qəribə kitabı arxasında gizlətdi. Biz əvvəlcə qışqırmaq istədik. Amma sonra Eldar sakitcə qızımızın yanına oturdu. Əlini tutdu və dedi: "Qızım, biz sənin düşmənin deyilik. Dərdin nədir, de bizə. Biz sənin üçün ölərik." Saatlarla danışdıqdan sonra Aysel hönkür-hönkür ağlamağa başladı. O sərt qapı qısındı, içindən qorxmuş bir uşaq çıxdı. "Ana, ata, mən böyük səhv eləmişəm. Leyla mənə dedi ki, ruhumuzu təmizləmək, güclü olmaq üçün qədim ayinlər etməliyik. Kəndin yuxarısında Cinli Qaya deyilən yerdə köhnə bir mağara var. Biz orada o kitabdan oxuyub ruhları çağırdıq. Qanımızı axıtdıq. Bir-birimizə qarışdırdıq. O gündən bəri içimdə kimsə var. Mənə pis şeylər pıçıldayır. Sizinlə danışmağımı, sizə nifrət etməyimi, evdən qaçmağımı əmr edir. Qorxuram. Başımdan səslər susmur. Eldar qızımızı bağrına bastı. Qorxma qızım, biz yanındayıq. Səhər səni kəndin mollasına apararıq. Yuxuya keçib gedər. Bir daha o Leyla ilə görüşməyəcəksən dedi. Aysel o gecə bizə sarılıb yatdı. Elə bildik hər şey düzələcək. Sadəcə uşaqlıq səhvidir. Amma səhəri gün oyananda Aysel yox idi. Evdən qaçmışdı. Telefonuna zəng satmırdı. Eldar dəli kimi kəndin hər yerini, meşəni axtardı. Hava qaralanda telefonuma zəng gəldi. Tanımadığım nömrə idi. Ürəyim elə döyünürdü ki, sanki pis xəbəri əvvəlcədən hiss edirdim. Alo, Nigar xanım, sizin qızınız dağ yolunda qəza keçirib. Bir maşının altına atılıb. İndi Quba rayon xəstəxanasındadır. Vəziyyəti ağırdır. Dünya başımıza yıxıldı. Taksi tapıb rayon mərkəzinə necə çatdığımızı xatırlamıram. Xəstəxanaya çatanda Ayseli reanimasiyada sarıqlar içində gördük. Həkimlər möcüzə nəticəsində sağ qalıb, amma başından ciddi travma alıb. Psixoloji vəziyyəti də yaxşı deyil dedilər. Bir həftə xəstəxana dəhlizlərində yatdıq. Aysel fiziki olaraq sağaldı. Baxışları ölü kimi idi. Boşluğa baxırdı, danışmırdı. Sanki ruhu bədənini tərk etmişdi. Nəhayət həkimlər bizi evə buraxdı. Yalavanca qayıtdı. Amma evimizə addım attığımız an hiss etdim ki, nəsə dəyişib. Evin içində buz kimi bir hava əsirdi. Pəncərələr bağlı olsa da pərdələr tərpənirdi. Sanki ev bizi qəbul etmək istəmirdi. Aysel otağından çıxmırdı. Bir səhər qapısının ağzında duranda içəridən ərəb, bəlkə də ibri dilində heç vaxt eşitmədiyim boğazdan gələn xırıltılı sözlər eşitdim. Nə deyir bu qız deyə düşünərək qapının açar yerindən baxdım. O an qanım dondu. Nəfəsim kəsildi. Aysel yataqda oturmuşdu. Başı sinəsinə düşmüşdü. Onun baş ucunda isə tavana qədər uzanan qapqara tüstü kimi, amma insan formasında bir kölgə dayanmışdı. Kölgənin uzun barmaqları qızımın saçlarını sığallayırdı. Dəli kimi qışqırıb qapını təpiklədim. Amma qapı sanki daş divara çevrilmişdi. Açılmırdı. Eldara zəng vurdum. O gələnə kimi qapı qəfil öz-özünə açıldı. İçəri girdim, otaq buz kimi idi. Aysel yataqda oturub mənə baxırdı. "Nə istəyirsən ana?" dedi. "Qızım, otaqda kim var idi? Kiminlə danışırdın?" Aysel gülümsədi. Amma bu təbəssüm qızımın təbəssümü deyildi. Bu kinli istehza dolu bir mimika idi. "Heç kim, çıx get, məni tək burax. Dostlarımla danışıram" deyib üstümə qışqırdı. O axşam evdə əşyalar öz-özünə hərəkət etməyə başladı. Mətbəxdə qablar sındı.
Dəhlizdəki güzgü çilik-çilik oldu. Gecələr divarların içindən dırnaq səsləri gəlirdi. Sanki kimsə divarı cırmaqlayıb içəri girmək istəyirdi. Artıq başa düşdük ki, bu həkimlik, dərmanlıq iş deyil. Bu evdə şər qüvvələr hökm sürür. Rəfiqəm Gülsüm mənə qonşu kənddən Molla Vəli adlı bir ağsaqqalı məsləhət gördü. Onun nəfsi çox güclüdür. Cinləri, şər ruhları qova bilir. Amma biraz bahalıdır, həm də çox sərtdir, dedi. Eldar puluna baxmadı, dərhal gedib mollanı gətirdi. Molla Vəli qapıdan içəri girən kimi dayandı. Əlindəki təsbehi yerə düşdü. Rəngi kireç kimi ağardı. Əli titrəməyə başladı. Dərindən nəfəs alıb dedi. Bu evdə çox ağır bir güc var. Siz bu ağırlıqla necə yaşayırsınız? Burada ölüm qoxusu var. Qızınız qara əhdi pozub. O qədim varlıqları özünə dəvət edir. Onlar sadəcə qonaq deyil, sahiblənməyə gəliblər. Molla çantasından qədim kitabını çıxarıb Ayselin otağına girdi. Biz də arxasınca. Aysel yataqda uzanmışdı. Gözləri tavana dikilmişdi. Molla dualar oxumağa başlayanda Aysel qeyri-insani səslə gülməyə, söyüşlər söyməyə başladı. Səsi gah yoğun, kişi səsinə, gah da cır qarı səsinə dönürdü. Bədəni qıvrılır, yataqdan havaya qalxırdı. Çıx get buradan, qoca çafdar. Bu bədən mənimdir. Biz buranı tərk etməyəcəyik, deyə Ayselin ağzından o varlıq danışırdı. Molla Vəli tər içində 3 saat dayanmadan dua oxudu. Otaqda külək əsirdi. Əşyalar uçuşurdu. Sonunda Aysel halsız düşüb bayıldı. Molla Vəli titrəyən əlləri ilə otaqdan çıxdı. Qapını bağladı və cibindən çıxardığı qara bir mayini qapının kəndarına, bir də çərçivəsinə tökdü. Bizə tərəf dönüb, gözlərini gözümüzə dikərək, çox sərt, həm də qorxu dolu bir şəkildə xəbərdarlıq etdi. Qulaq asın, mən onu bağladım, teslim etdim. Amma hələ bitməyir. Bu qapı düz 7 saat ərzində əsla, amma əsla açılmamalıdır. İçəridən nə səs gəlirsə gəlsin. Kim yalvarırsa yalvarsın. İstər qışqırsın, istər ağlasın. Qapını açmayın. Əgər açsanız, tilsim sınar və o varlıq daha güclü, daha qəzəbli şəkildə geri qayıdar. O zaman mənim də gücüm çatmaz. Hamınızı məhv edər. Başa düşdünüz? Baş üstə, Molla dayı söz verdi, dedik. Eldar Mollanın pulunu verdi. Onu yola saldı. Gecə saat 2 idi. Biz Eldarla qapının ağzında dəhlizdə oturduq. Sükut var idi. Saatlar keçdi. Saat 4 radələrində içəridən Ayselin səsi gəldi. Amma bu səs o vəhşi səs deyildi. Bu mənim balaca, köməksiz qızımın səsi idi. Ana, ata, çox susamışam. Boğazım quruyub yanır. Bir stəkan su verin. Öləcəm susuzluqdan. Ürəyim parçalandı. Yerimdən qalxmaq istədim. Eldar qolumdan tutdu. Nicar, otur. Mollanın dediyini unutma. Bu tələdir. Səs getdikcə acınacaqlı oldu. Ana, sən necə anasan? Mən burada yanıram axı. Dodaqlarım partlayıb. Nə olar, sadəcə qapını aralayıb. Suyu uzadım. Söz verirəm, çıxmayacam, sadəcə su. Aysel hönkürərək ağlayırdı. Ana, ata, mən qorxuram. Burada təkəm, məni incidirlər. Mən dözə bilmirdim. Qulaqlarımı tutdum. Eldar, bəlkə sadəcə qapını aralayıb. Uşaq məhv oldu. Bəlkə Molla səhv deyir. Eldar da ağlayırdı. Amma özünü saxlayırdı. Yox Nicar, yox. 7 saat tamam olmayıb. Birdən içəridən elə bir fəryad qopdu ki, sanki qızının ətini kəsirdilər. Ana, kömək elə. Məni öldürürlər, boğurlar. Artıq beynim dayandı. Ana ürəyi dözmədi. Eldarı itələdim. Cəhənnəmə olsun, tilsim də, Molla da. Qızım ölür, deyib qapının dəstəyini bastım və içəri girdim. Kaş ki əllərim qırılaydı, girməyəydim. Kaş ki kar olaydım, o səsi eşitməyəydim. Otağa girəndə Aysel yataqda deyildi. O tavana hörümçək kimi tərs şəkildə yapışmışdı. Başını tamamilə tərsinə, arxaya çevirib bizə baxırdı. Gözləri qapqara, quyu kimi idi. Ağzı qulaqlarına qədər cırılmışdı. Məni görəndə o ağızdan iyrənc bir səs çıxdı. Sizə dedim axı susamışam. Amma suya yox, qana. İndi hamınızı parça-parça edəcəm. O yuxarıdan birbaşa Eldarın üstünə atıldı. Eldarı yerə yıxıb, pəncələrini onun üzünə, boynuna batırdı. Eldar fəryad qopartdı. Qan fışqırdı. Mən qızımı daxmağa çalışdım. Qızım etmə, deyə qışqırdım. Amma Aysel bir əli ilə məni elə vurdu ki, uçub divara dəydim. Qabırğalarımın sındığını hiss etdim. Evin içi cəhənnəmə döndü. Aysel qeyri-insani sürətlə evdən qaçır. Mebelləri aşırdır. Pəncərələri sındırır. Vəhşi heyvan kimi ulayırdı.
Eldar bir təhər ayağa qalxdı. Yaralı halda Ayseli tutub yenidən otağa saldı və qapını çətinliklə bütün gücü ilə bağladı. İçəridən gələn zərbələrdən qapı yerindən çıxacaqdı. Eldar qan içində idi. Mən yerdə sürünərək telefonu tapdım. Molla Vəlini yığdım. Molla dayı, biz səhv elədik, qapını açdıq. Kömək edin, bizi öldürür. Molla telefonda bağırdı. Mən sizə demişdim, axmaqlar, artıq çox gecdir. Tessim sındı. O varlıq artıq bədənləşib gücünü aldı. Mən daha heç nə edə bilmərəm. Məni daha axtarmayın, deyib telefonu söndürdü. Çarəsiz qalmışdı. Aysel içəridə qapını parçalayırdı. Səsindən bütün kənd ayılacaqdı. Eldara baxdım, köynəyi qan içində idi. Amma gözlərində təslim olmaq yox idi. Eldar, dedim, yadıma bir şey düşdü. Kəndin aşağısında, meşənin dərinliyində bacı Səriyə deyilən bir qadın yaşayır. Hamı ondan qorxur. Falçıdır, cadugərdir deyirlər. Heç kim qapısına getmir. Amma başqa çarəmiz yoxdur. Mollanın gücü çatmadı. Bəlkə o kömək edər. Get onu gətir. Eldar heç nə demədi. Yaralı halda qaranlıq meşəyə canavarların uladığı o yola çıxdı. Mən isə qapının ağzında əlimdə balta qızımın çıxmasını gözləyirdim. Hər dəqiqə bir il kimi keçirdi. 2 saat sonra qapı açıldı. Eldar yanında yaşlı, çox qorxunc bir qadınla qayıtdı. Qadının üzü qırış-qırış idi. Gözlərinin biri kör idi. Mil çəkilmiş kimi ağarmışdı. Əlində əsa, boynunda qəribə sümüklərdən boyunbağı vardı. Səriyə qarı evə girən kimi burnumu çəkdi. Ölüm qoxusu gəlir, dedi xırıltılı səslə. Bu adi cin deyil. Qızınızın ruhunu çox qədim, çox ac bir ifrit ələ keçirib. Səriyə mənə baxdı, sonra Eldara. Onun kör gözü sanki ruhumuzu görürdü. Baxın, dedi. Mənim edəcəyim iş dua oxumaq deyil. Mən qanla işləyirəm. Bu ifrit çox güclüdür. O bir can almadan bu evi tərk etməyəcək. Ya qızınız öləcək, o bədəni tamamilə yeyib bitirəcək, ya da nə deyərək Eldar irəli atıldı. Ya da onun yerinə başqa bir can, başqa bir qan verilməlidir. Tərəzi taraz olmalıdır. Bir can gedər, bir can qalar. Qərar sizindir. Eldar bir saniyə belə düşünmədi. Mən hazıram ana. Canımı istəyirsən, al. Qanımı istəyirsən, iç. Tək ki qızım yaşasın. O hələ uşaqdır, günahsızdır. Bütün günahlar mənimdir. Mən Eldarın qolundan tutdum, ağlayaraq. Eldar, nə danışırsan sən? Səriyə xala, pul verək, qurban kəsək, olmazmı? Qadın başını buladı. İfrit pul yemir, qoyun əti yemir. O insan ruhu istəyir, sevgi ilə verilən qurban istəyir. Eldar mənə baxdı. Gözlərində elə bir sevgi, elə bir kədər var idi ki, o baxışı ömrüm boyu unutmayacağam. Məni qucaqladı, saçlarımı öpdü. Nigar, qızımız bizim hər şeyimizdir. Mən bu həyatı doya-doya yaşadım. Səninlə xoşbəxt oldum. Amma Ayselin hələ görəcəyi günlər var. Bundan müğayət ol. Məni bağışla. Eldar, yox, yalvarıram, demək istədim. Amma dilim tutuldu, boğazımdakı hıçqırıq imkan vermədi. Səriyə qarı çantasından iti bir bıçaq çıxartdı. Eldarın ovcunu kəsdi. Qanı bir saxsı qaba tökdü. Üzərinə qəribə otlar atıb yandırdı. Evin içini ağır üfunətli bir tüstü bürüdü. Sonra Eldara dedi, sən qapının ağzında otur, gözlərini yum. Nə hiss etsən də yerindən tərpənmə. Mən içəri girəcəm. Səriyə otağa girdi. Qapı bağlandı. O gecə Yalavac kəndində sanki qiyamət qopdu. Ayselin otağından gələn səsləri təsvir etməyə sözlər yetməz. Sanki minlərlə qarğa eyni anda qışqırır, vəhşi heyvanlar boğuşur, divarlar titrəyirdi. Tüstü qapının altından sızırdı. Eldar qapının ağzında yerə oturmuşdu. Başı sinəsinə düşmüşdü. Səssizcə dayanırdı. Mən isə küncdə büzüşüb, Allahım, kömək ol deyə dua edirdim. Saatlar keçdi. Səhərə yaxın günəşin ilk şüaları dağların arxasından görünəndə qəfil səslər kəsildi. Dərin, qorxunc, qulaq batıran bir sükut çökdü. Elə bir dünya dayandı. Qapı açıldı. Səriyə qarı halsız halda sürünərək çıxdı. Üstü başı darmadağın paltarları çırılmışdı. Mən dedim, bitdi, Səriyə pıçıltı ilə dedi. Qızınız xilas oldu. İfriti qovdum. Sevincdən qışqırıb otağa qaçmaq istədi. Amma Səriyə əsasını qaldırıb məni saxladı. Tələsmə, əvəzini ödəmək vaxtıdır. Nə əvəzi? Dedim, ürəyimə soyuq bir xəncər saplandı. Eldara tərəf döndüm. Eldar, mənim dağ kimi yoldaşım, hələ də qapının ağzında oturmuşdu. Başı aşağı idi. Eldar, qalx bitdi.
Qızımız xilas oldu, deyə səsləndim. Cavab vermədi. Yanına qaçdım. Çiynindən tutub silkələdim. Bədəni buz kimi idi. Eldar açdı və yerə yıxıldı. Onun gözləri açıq qalmışdı. Amma o gözlərdə artıq həyat yox idi. Üzündə qəribə sakit bir təbəssüm donub qalmışdı. Səriyə qarı yerdən qalxıb dedi. O razılaşmanı qəbul etdi. İfrit qızın bədənindən çıxdı. Amma boş getmədi. Atası könüllü şəkildə öz canını ona verdi. Ruhunu təslim etdi ki, qızı yaşasın. Olduğum yerə çökdüm. Eldar deyə fəryad etdim. Səsim Yalavancının dağlarında, qayalarında əks-səda verdi. Amma Eldar bir daha oyanmadı. Otaqdan Aysel çıxdı. Gözləri öz rəngində idi. Baxışları durulmuşdu. Yuxulu kimi idi. Heç nə xatırlamırdı. Ana, nə olub? Ata niyə yerdə yatıb? Niyə ağlayırsan dedi. Onu qucaqlayıb hönkürdüm. Ona atasının bir qəhrəman olduğunu, onu xilas etmək üçün özünü cəhənnəmə atdığını necə deyəcəkdim. Eldarı Yalavancın o soyuq dumanlı torpağına tapşırdıq. O gündən sonra mən yarımçıq qaldım. Bir tərəfim qəbirdə Eldarla birlikdə bastırıldı. Aysel sağaldı. O qara günləri, o dəhşətləri hatırlamır. Həkimlər buna travmatik amneziya dedilər. O atasının ürək tutmasından öldüyünü sanır. Həqiqəti ona deyə bilmirəm. Bilmir ki, damarlarında axan qan atasının fədakarlığı sayəsində axır. Bu hadisədən sonra Leylanın da ailəsini də kənd ağsaqqalları qovdu. Deyilənə görə onların evindən zirzəmidə insan sümükləri və dəhşətli cadu kitabları tapıldı. İndi mən və Aysel bu dağ kəndində o köhnə evdə yaşayırıq. Hər gecə külək əsəndə, pəncərələr tıqqıldayanda, duman evin ətrafını saranda elə bilirəm Eldar gəlib. Bəzən gecələr dəhlizdə onun addım səslərini eşidirəm. Amma qorxmuram. Bilirəm ki, o bizi qoruyur. Əziz analar, atalar. Bu hekayəni sizə ona görə danışdım ki, ibrət götürəsiniz. Övladlarınızı qoruyun. Onların kiminlə dostluq etdiyinə, hara getdiyinə, nəyə maraq saldığına diqqət edin. Bizim bir anlıq boşluğumuz bir ömrə, bir cana başa gəldi. Eldar getdi. Mənim də yarım getdi. İndi mən yaşayan bir ölüyəm. Sizləri çox sevirəm. Allaha əmanət olun. Həmişə işıqlı yolda olun. Qaranlıqdan uzaq durun. Sağ olun. Hekayə bu qədər dostlar. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sizləri çox sevirəm. Kanalıma hələ də abunə deyilsəniz, abunə olub bildirişləri açaraq yeni gələcək videolardan xəbərdar ola bilərsiniz. Yeni videolarda görüşmək üzrə özünüzə yaxşı baxın.